Bismillahirrahmanirrahim. Hamınızı salamlarım Allah'ın büyük adımla. Görülen işten xeyir olar. Ben Həsənova Həmayil, əziz qızı. 53-cü ildə Masallı rayonu Eminli kəndində dünyaya göz açmışam. Atam bir gün evimizdə idim. Bir müddət idi. Masallıya 9 may qələbə günü bunları çağırdılar. Bir gün getdi və bunlar medalla, bunlar mükafatla gəlirdilər. Gəldi, dedi, sevincimin hədudu yoxdur. Dedim, nə olub ata? Məndən çox həmsöhbət olardı. Yığdı uşaqları başına. Dedi, bugün elə bir mənim gözəl günüm olub ki, mən müharibə çiyin-çiyinə vuruşduğum yerlərdə ən gözəl dostumu görmüşəm. Maşallah, din xadimidir. Həmi orada vətənə xidmət elədi, medallarla qayıtdı. Çox çətinliklərlə. Həmi də gəlib burada, o din xadimidir. Quran oxuyur, gözəl. Gözlərim doldu. Dedim, kimdir o, hardandır? Dedi ki, Masallı rayonunun Qasımlı kəndindən. 1979-da atam rəhmətə gedib. Ona qədər bunların sağlam məlikləri olub. Veteran idilər. Çətin günlərin dostu idilər. Ta ora qədər. Ondan sonra mən gəldim Neftçala rayonuna. Dinim təhsilim var idi, nənəm Gül Xuddam idi orada. Orada mən Sayad nənəm var idi. Orada məscidə xidmət edirdik. Masallı rayonu Həsənli kəndindən Molla Qulam Hüseyin var idi dayım, anamın dayısı. O da bacısı ilə gələrdi orada, yaşlı adamlarla. O dayım tanıyırdı. Çünki bunlar məclislərdə olurdular, din xadimi idilər. Çətin günlərdə. Qulam Hüseyin dayım da onu tanıyırdı. Cınağının başıydılar. Yəni, elə gözəl kişi idi, hörmətli, izzətli. Sonra mən gəldim Neftçala rayonuna, yenə dinlə məşğul oldum. 93-cü ildə şəhid ailələrinə, indi bugünə qədər. Neftçala rayonun mərkəzi məscid İmam Zaman Ağar adlı olan məsciddə, orada icma üzvüyəm. Özümdən danışanda yeriyə qayıdıram. Sözümün canı odur ki, tayfa ən gözəl ailə və ziyalı ailəsidirlər onlar. Sosial şəbəkədə mən ürəyim istədi. Atam da düşdü yadıma, o da düşdü yadıma, hər ikisi. Onları xatırladım, onlara Quran oxudum. Onların da xanımlarından Quran oxuyanlar var. Balaları ziyalı evlatları, məlumat aldım. Ziyalı evlatları. Qasımlıya hüzürə gedəndə, onda mən gedəndə o ata sağ idi. Məclisdə ondan danışırdılar. Bunlar burada dünyasını dəyişdikcə ora aparırdılar məclisə. Çox gözəl ata, çox gözəl insan. İndi məlumatım var ki, sən nə var? Valideynlərdən danışanda adam da olur. İndi elə çox uzun dostluq olmur. Amma bunların evlatları çox gözəldir. İstəyərdim ki, bunların evlatlarından da mən salam məlik edeyim. Elə gözəl insanlar, çətin dildə gözəl insanlar tapmaq. Məlumatım var da, maşallah, sosial şəbəkə şəraitində yaşayırıq. Hər şeylə məlumatımız var. Allah devlətçilimizdən razı olsun. Çox gözəl şərait yaradıb biz üçün, hər şey var Allahın rızasının izni ilə. Ona görə mən onları xatırlayıram, ruhuna dualar oxuyuram və yolum düşsə gedərəm, o məzarını ziyarət edərəm. Din xadim olub o. O atalar kimiyədirlər, gözəldirlər. Sağ olsunlar, deyir validi, onun evladları, onun törəmələri yolunu aparırlar. Gözəl bir tayfan insanlar. Allah razı olsun. Əs-salamu aleykum və rəhmətullah və bərəkat. Allahdan sizin hamınıza dilək diləyirəm. Çox sağ olun.